Hər birinizi salamlayıram. Bu videoda xoşbəxtlik haqqında danışacağıq. Xoşbəxtlik nədir? Ümumiyyətlə, xoşbəxtliyin konkret olaraq bir formulu, düsturu varmı? Ümumiyyətlə, hazırda sosial mediada və ya da ki, həyatımızda görə bilirik ki, xoşbəxtliyi uğur formulu kimi konkret olaraq bir şeyə bölürlər və insanlara bu şəkildə öyrətməyə, aşlamağa çalışırlar ki, bunlar olsa daha xoşbəxt olacaqsan. Amma xoşbəxtlik individual bir məsələdir, yox. Çünki hər kəsin dəyərləri fərqlidir və sənin dəyərlərinə uyğun yaşamağın çox-çox önəmlidir və eləcə də çox dəyərli olan bir yerdir. Çünki sən individual olaraq, fərd olaraq eyni zamanda mövcudsan və həmin bu fərdiliyini qorumağın və öz xoşbəxtliyini tapmağın bu çox önəmlidir. Çünki bizim böyüdüyümüz ailə, çevrəmiz çox təəssüf ki, öz bildiklərini bizə aşılayıblar və dolayısıyla o bilinənlər, hansı ki, doğru bilinənlər, bəlkə də sənin hekayəndə və sənin dəyərlərinə, sənin yoluna, sənə görə yanlış ola bilər. Və dolayısıyla sorğulamaq, analiz etmək, həqiqətən də mən özümü harda görürəm, mən harda və necə xoşbəxt ola bilərəm. Bunları sorğulaya bilmək çox önəmlidir. Bu, kimisi üçün həqiqətən də, belə deyək də, bəlkə təhsilli olmaqdır, kimisi üçün sadəcə evdar xanım olmaqdır, uşaqlarını böyütmək, uşaqlarının tərbiyəsinə məşğul olmaqdır. Bu, kimisi üçün səyahət etməkdir, bu, kimisi üçün öz işinin olmasıdır, bu, kimisi üçün sadəcə özünə məşğul olması və konkret olaraq hər hansısa bir iş görməməsidir. Yəni, uğuru da, xoşbəxtliyi də hər hansı bir şeyə bağlamadan, həqiqətən də, sadəcə o işdə, o prosesdə var olaraq, özün olaraq görə bilmək və orada mövcudluğunu hiss edə bilmək, bu çox önəmlidir. Və dolayısıyla, belə deyək də, bizim bir çox qorxularımız ki, var ki, onlar bizə bir çox hallarda imkan vermir ki, biz öz həqiqətimizi və öz iç səsimizi, intuisiyamızı eşidək. Və öz intuisiyanla, iç səsindən kontakt qura bilmək, onu hiss edə bilmək çox-çox önəmlidir. Yəni, nə qədər, belə deyək də, öz tərəflərini, zəif və güclü tərəflərini, kölgə və o, belə deyək də, işıqlıq tərəflərini nə qədər görə bilirsən və nə qədər bunları duya, eşidə bilirsən, özünlə kontaktın, özünlə ünsiyyətin, özünlə münasibətin nə yerdədir, necədir, bunlar o qədər çox önəmli və vacib məsələlərdir ki, çünki insanın xoşbəxtliyi, düşünürəm ki, əvvəla özünü qəbul etməsindən gəlir və insan özünü nə qədər qəbul edə bilirsə, o həmin o zəif, gücü çatmayan yerləri də, tərəfləri də görüb qucaqlaya bilirsə, qəbul edə bilirsə, onda həm kamilləşir, böyüyür, eyni zamanda o huzur nöqtəsini, bəlkə də özünün bir növ, belə deyək də, əsl mənliyini kəşf edə bilir, görə bilir. Bunlar çox önəmlidir. Yəni, belə deyək də, hər birimiz müəyyən bir yerə qədər özümüzü aldada bilərik, kimlərəsə uyğun, kiminsə standartlarına, qaydalarına uyğun yaşaya bilərik. Bu, özünü aldatmadır, xoşbəxtlik deyil heç bir halda. Özümüzü aldada bilərik. Amma bu, bir yerə qədər olan bir şeydir. Və burada bilirsən nə var? Özünə xəyanət. Niyə özünə xəyanət edirsən axı? Özünə xəyanətin bədəli də çox ağırdır. Çünki ətrafdan xəyanətlər görürsən. Bəlkə sevgilindən, bəlkə işdə, bəlkə dostluğunda. Bax, gör, harada xəyanətlər yaşayırsan. Orada böyük ehtimal görmədiyin şeylər var. Özünə xəyanət edirsən əslində. Və özünə xəyanət etdiyin üçün də həyatında dolayısıyla bunu sənə öyrətməyə çalışan, sənə göstərməyə çalışan insanlar var həyatında. İnsanları çəkirsən. Əslində çəkmirsən, seçirsən. Çünki hər nə qədər də, belə deyək də, bir çox şeylər bizim əlimizdə olmasa belə, həyatında olan insanları hardasa seçirsən. Şuuraltı və ya şuurlu hissədən fərq etmir ki, bu bir çox hallarda şuuraltıdan olur.
orada hər hansı bir məsələlər tamamlanmaq istəyir, gün üzünə çıxmaq istəyir. Dolayısıyla baş verən şeylər heç də elə belə də olmur. Və demək istədiyim odur ki, sənin üçün xoşbəxtliyin formulu nədir görəsən? Xoşbəxtlik nədir sənin üçün? Burada sorğulamalı və getməli olduğun yer uşaqlığındır. Çünki uşaqlıqda qayğın yox idi, təşvişin yox idi. Yəni gələcək qayğın, gələcək qorxuların yox idi. Gələcəklə bağlı heç bir fikrin yox idi. Yəni orada sadəcə o sükunətdə, sadəcə həqiqətən də orada var olduğun, yəni mövcudluğunu hiss etdiyin bir period idi o. Və dolayısıyla həmin o anlarda nələri edirdin, yəni nələri etməyi çox sevirdin. Hansı ki, bu səndə çox təbii şəkildə olurdu. Bunu kimsə məcbur etmirdi. Yəni bunu səndən heç kim istəmirdi. Bunu çox təbii şəkildə öz içinlə kontakt quraraq etdiyin şeylər idi və bir çox şeylərdə heç fərqində olmadığın məsələlər idi. Görürsən, bunlar nələr idi? Bunlara baxa bilmək, bunları görə bilmək çox önəmlidir. Çünki bir çox sualların cavabı məhz orada yatır. Bir çox sualların cavabları oradadır. Dolayısıyla üzləşə bilmək, dönüşməyi seçə bilmək, böyüməyi seçə bilmək, məsuliyyət ala bilmək, bunları qucaqlaya bilmək, bunlar çox önəmlidir. Çünki o yaşanmışlıqlar, o uşaqlığın hamısı sənə xidmət edən yerlərdir. Səni böyüdən, səni dönüşdürən yerlərdir və hazırda sənə nələrsə, yəni göstərmək istəyir. Bəlkə də içində bir səs var, hansı ki, bəlkə də bu səsi boğursan. Bəlkə də bu səsi boğmaq üçün, bu səsi ignor etmək üçün həddindən çox nələrsə məşğul olursan. Bəlkə bu işdir, bəlkə bu münasibətdir, bəlkə bu Instagramda Reels çevirməkdir və ya da ki, mahnı dinləməkdir. Fərq etmir, yəni bunlar çox önəmli yerlərdir ki, yəni o iç səsini nə qədər bastırmağa çalışsan belə, bu sənin real həyatında, gündəlik həyatında və ya da ki, yuxularında özünü göstərən yerlərdir. Və bunlara fikir vermək və bunları görə bilmək çox önəmlidir. Belə, yəni konkret olaraq xoşbəxtlik formulu yoxdur. Hər kəsin xoşbəxtliyi özündən asılı olan yerdir və belə deyək də, özünü nə qədər qəbul etməsi, özünə nə qədər bütünləşməsindən və özünü görə bilməsindən asılıdır. Və mən sənə həmin bu şuur səviyyəsinə gələ bilməyini, həqiqətən də bu tərəflərini də görüb qucaqlaya bilməyini çox arzu edirəm. Ümid edirəm ki, bu video sənin üçün həm maraqlı, həm də ki, faydalı oldu. Fikirlərini bildirmək mənim üçün çox önəmlidir və dəyərlidir. Fikirlərini bildirə bilərsən, yaza bilərsən, sualların varsa onları verə bilərsən ray bölməsində və eləcə də bəyənsən, bu videonu bəyənib kanalıma da abunə olaraq mənə dəstək ola bilərsən. Belə, hələlik özünə yaxşı bax.